Salam əziz şagirdlər, bu videoda dəyər nəşrlərinin sınaq 7, 8-ci siniflər üçün düşmüş riyaziyyat suallarının izahını verəcəm. Keçək sualların izahına. Deməli, birinci sualda nə deyir bizə? Radiusları 12 və 2 olan iki çevrə daxildən toxunur. Daxildən toxunan iki dənə çevrə çəkək. Radiusları 2 və 7. Bu daxildən toxunan biraz kiçildi. Çünki bizə nisbətən kiçilmişi lazımdır. 2 və deməli 7 12. Bunun radiusu bu olsun, bunun da radiusu olsun. Tutalım ki bu. Aha. Bunun da radiusu bu hissəni qara çəksək belə. Burada 2-dir. Aha. İndi nə deyir bizə? Bu çevrələr mərkəzləri arasındakı məsafəni tapın. Mərkəzləri arasındakı məsafəni deyir. Bura 2-dirsə, bura ümumi 12-dirsə, buradan bura kimi məsafə qalır 10. A variantı. Bərabərsinin ən böyük tam həllini tapın. Aha. Burada bir məsələ var. Məsələn, sən durub çarpaz vursan, hamısı düz olacaqmı, olmayacaq? Olmaya bilər. Ona görə ən yaxşısı x bölünsün 2, çıxılsın 4 kiçik bərabər 0. Belə bir bərabərsi əldən 4'ü keçirdim o tərəfə. İndi çarpaz vursam x çıxılsın 8 bölünsün 2 kiçik bərabər 0. 2 müsbət bir ədəddir. Onda x çıxılsın 8'i biz kiçik bərabər 0 götürmək x kiçik bərabər 8. Bərabərsinin ən böyük tam 50 olur 8c variantı. Rombun kiçik diagonalı tərəfləri ilə bilirsiniz niyə? Yəni 2 müsbət ədəddir. Bura mənfi olmalıdır. Kiçik bərabər 0 olmalı ki, bərabərsi ödəsin. Yəni romb çəkək. Baxaq görə nə istəyir bizdən. Rombun kiçik diagonalı tərəfi ilə 70 dərəcəli bucaq əmələ gətirir. Məsələn, lab olsun bura. 70 dərəcəli bucaq əmələ gətirir. Bu rombun iti bucağını tapın. Bura 70'dirsə, bura 70'dirsə, burada 70'dir. Düzdürmü? Rombda da diagonal tənböləni burada 70'dir. 70, 70, 140. Onda iti bucaq olur 40 dərəcə. C variantı. Kiçiyinin sahəsi 6 olan iki oxşar üçbucağın oxşarlıq əmsalı 3'ə bərabərdir. İki oxşar üçbucağın oxşarlıq əmsalı. 2 dənə oxşar üçbucaqdır. Fikirləş, belə bir 2 dənə oxşar üçbucağımız var. Kiçiyinin sahəsi 6'dır. Məsələn, bunun sahəsi 6. Oxşar üçbucağın oxşarlıq əmsalı 3'ə bərabərdir. K3'dür. S1, S2. S1'in S2'yə nisbəti K'nın kvadratı olur. 9'a. 6 böl S2 bərabər 9. Kiçiyinin sahəsi bu iki oxşar üçbucağın oxşarlıq əmsalı 3'ə bərabər olarsa böyüyünün sahəsini tapın. Əslində biz bunların yerini dəyişməliyik. S2'nin S1'ə nisbəti. S1'in yerinə də 6 qoysam S2 olur. 6 kere 9 54. B variantı. Rasional kəsirini ixtisar edin. İxtisar etmək üçün bu ifadənin vuruqları ayırmalıyım. X kvadrat çıxılsın 5x üstə gəl 6'nın kənlinin kökləri 2 3'dür. Çünki hasili 6 cəmi 5'dir. Onda mən bunu belə yazaram. X çıx 2, x çıx 3. Bölünsün x çıx 2'yə. Getdi. Qaldı x çıx 3. B variantı. ABCD rombunda BE hündürlüktür. AE ED'yə nisbəti 8K 9K'dır. BE 30. SBCD E'ni soruşur. BCD E'ni. Belə bir şey bizdə var. BCD bunu istəyir. Neysə də belə bir şeydir. Bu və bunu xətt çəksən belə bir şey. İndi rombdursa, bura 8K, 9K'dırsa, burada 17K'dır. Cəmi. Düzdürmü? Rombun bütün tərəfləri bərabərdir axı. Biz oranın sahəsini istəyir. Elə ki o trapesiyanın sahəsini istəyir də. Burada 17K. Aha. Biz K'nı tapmalıyıq. Bax, buna mən durub
Bax, buna mən durub sarı üçbucağı görürsünüz, düz bucaqlı üçbucağı. Buna Pifagor tətbiq etsəm 17-nin kvadratı 289k kvadrat çıx 64k kvadrat bərabər 30-un kvadratı 900. 225k kvadrat bərabərdir 900-ə. K kvadrat bərabərdir 900 böl 225. Bundan kök çıxır 30 böl 15. Bu da elədi 2. K 2'dir. K 2'dir. K 2'dirsə, bura eləyir 34. Burada eləyir 9 kere 2, 18. Trapesiyanın sahə düsturda belədir də, S bərabər oturacaqların cəmi, yəni 34 üstə gəlsin 18 böl 2 vurulsun H 30'a. 34'ün üstü 18, 52. Vur 15. 52'nin 15'e vursaq, 5 kere 2, 10, 5 kere 5, 10, 25, 26, 1 kere 2, 2, 1 kere 5, 5, 7, 8, 0. Cavab oldu E variantı. Bölən 5 olarsa qalığın ala biləcəyi qiymətlərin cəmini tapın. Bölən 5 olarsa. Yəni A bölünsün 5 bərabərdir. Tutalım ki, K, qalıq da Q olsun. Bölən 5'dirsə, qalığın ala biləcəyi qiymət. Qalıq ala bilər 1, 2, 3, 4. Cavab edir 10. D variantı. Burada 20% 45 qram duz məhluluna neçə qram su əlavə etmək lazımdır ki 18% məhlul alsın. Birinci biz 45 qram duz məhlulun tərkibindəki duzun və ya suyun miqdarını tapaq. 20% isə duzun miqdarını taparıq buradan. X bərabərdir 45 vurulsun 20 bölünsün 100. Getdi, qaldı 5, 9. 9 qramı duzdur. Düzdürmü? Düzdür. 9 qramı duzdursa, elə bil ki, mən 45 qramı su əlavə etmək lazımsa, 45 qram üstə gəlsin su, yenə 100% məhlul alınır. Amma bunun yenə 9 qramı duzdur da, dəyişən heç nə yoxdur ki. Su qatanda duz dəyişmir ki, 18% məhlul alınsın deyir. Buradan bir suyu tapaq. 45 üstə gəlinsin su, vur 18 bərabər 9 vurulsun 100'ə. Bunlar getdi 2. 45 üstə gəlsin su bərabərdir 50'yə. Su da bərabərdir 5. 50'dən 45 çıxanda 5. Qəşəng sualdır, məhlula aid. Gözəl sualdır. Qiymətini hesablayın. Hesablayaq. Dövrüdür 9'da 5 çıx. Dövrüdür 90'da 32 çıx 3. 29. Bu da 90'da 31 çıx 3. 28. Bunu 90'da 50 yazaq. Bu eləsin 90'da. 50'dən 29 çıxanda 21. Burada 90'da 28. 90'lar gedər. Qalar 28'də 21. 7 ixtisar gedər. 3, 4. Cavab 4'də 3. Sıfırdan %75 A variantı. K-nın asıqı tənlər sisteminin həlli yoxdur. Həlli olmaması üçün nə olmalıdır? 6 bölü 4. 9 bölü 6. Bərabər deyil. K bölü K çıxılsın 1. Bu ifadəni görürsünüz. Bu ifadəni. Bu ifadəni götürüb K-nı tapacağım oradan. 6K bərabər 9K çıx 9. Mənfi 3K bərabərdir mənfi 9. K da bərabər deyil 3'ə. Təbii ki, bunlar hamısı deyillərdir. C variantı. İfadəsinin qiymətini hesabın 48'i mən yazıram 16 bölü 3. Ondan da 4 kökdə 3 çıxar. 27'nin 9 bölü 3. 3 kökdə 3 çıxar. 12'nin də 4 vur 3. 2 kökdə 3 çıxar. 75'dən də 5 kökdə 3 çıxar. 4'ün sikəndə 6, 6'dan da 3 çıxanda 3 kökdə 3 böl 5 kökdə 3. Bunlar da gedər, cavablar 0,6. 3 ardıcıl cütədədin cəmi 246. 3 ardıcıl cütədəd 2 qız, 2 qız plus 2, 2 qız plus 4. Cəmi 246. 46'dan kiçik olarsa, 246'dan kiçik olarsa, bu ədədlərin kiçiyinin ala biləcəyi ən böyük qiymət tapın. Hesablayaq.
6x kiçikdir 240. X da kiçikdir. Mənim 240 hardan oldu? 200 də 4 gəldi 6. 246-dan 6 çıxanda 240. X da bərabər 246-ya böləndə 40. X 40 aldıq. Deyir ki, bu ədədlərin kiçiyinin ala biləcəyi ən böyük qiyməti. 2 vurulsun 40, 80 eləyər. Amma 80 ala bilmir axı. 80 ala bilmir. Çünki 40 almır burada. Cavabına 78 ən böyük qiyməti. Dairənin radiusunu 30% azalar, sahəsi neçə faiz azalar? Bax, biz fikirləşək ki, dairənin radiusu 10'dur. Sahəsi də pi r kvadratdan olur 100 pi. Düzdür? Bəli, mənim. 30% azalır. Radius olur 7. Onda sahə nə olur? 49 pi. Nə qədər azaldı bu? 51% azaldı. C variantı. Əla sualdır. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlük hipotenuzu 8 cm. Yəni düzbucaqlı üçbucaq çəkək. Aha. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlük hipotenuzu 8 və 18 cm hissələrə ayırırsa bu hündürlüyü tapın deyir. Biz bilirik ki, h-ın kvadratı bərabərdir ayırdığı hissələrin hasilinə 8 vur 18-ə. H kvadrat bərabər 144, h da bərabərdir 12. D variantı. Bu hündürlüyü tapın, 12 bəli. 40-da AB CD-yə paraleldir. AOC 36, bu ola şəkləsən, o AB-ni soruşur. Buranı soruşur. Belə bir şey eləyək. Bax, bu düz xətdir. Gəlin birləşdirək. Birləşdirdik. Burada alfadır. Niyə? Çünki onlar uyğun bucaqlardır. Və əlavə olaraq biz üç bucaqdan bilirik ki, üç bucağın, bax, iki daxili bucağının cəmi özünə qonşu olmayan xarici bucağına bərabərdir. Yəni, alfa üstə gəlsin 36 bərabərdir. 142. Alfa da bərabər 12-dən 6. 0, 1. 106 dərəcə. E variantı. Alfa. Tərəfi bu olan düzbucaqlığın sahəsini tapın. 48. D variantı. 6'ın 8'ə vuruq düzbucaqlığın sahəsini tapmaq üçün. Burada nə deyir bizə? Nə istəyir? Deməli, ABC'də AD hündürlükdür. Bucaq A bucağı 35 dərəcəli və 40 dərəcəli iki bucağa ayırır. Adi hündürlüyü A bucağını 35 və 40 dərəcəli iki bucağa ayırır. ABC'nin üç bucağının ən kiçik daxili bucağını tapın. ABC üç bucağının ən kiçik daxili bucağı. Deməli, bura 40-dırsa, bura 50 dərəcədir. Müəllim, hardan bildiniz? Çünki buna bax. Buna fikir ver. Bu üç bucaq. Düz bucaqlı üç bucaqdır. Bir bucağı 90'dır, bir bucağı 40'sa digərinə 50 qalır. 35-45 olur 75 dərəcə. Üstə gəl 50 olur 125 dərəcə. Onda bura nə qədər qalır? 125-dirsə qalır 45 dərəcə. Bizdən üç bucağın ən kiçik daxili bucağını soruşur. Ən kiçik daxili bucağı ilə 45 dərəcə C variantı. Kəsirlərin hasili bu kəsirlərin cəminə bərabər. Yəni x plus 1 bölünsün x çıxılsın 1. Vurulsun 10 x plus 2. Kəsirlərin hasili bu kəsirlərin cəminə bərabərdir. X plus 1, x çıxılsın 1, 10 x plus 2. X-in mümkün qiymətli hadisəni tapın. Deməli, belə eləyək. X çıx 1, x üstə gəlsin 2. 10'u vursam 10x üstə gəlsin 10. Bərabərdir. Ortaq məxrəc gətirsəm x çıx 1, x üstə gəlsin 2. X üstə gəlsin 1 vur, x üstə gəlsin 2. Üstə gəlsin 10 vurulsun, x çıxsın 1. Düzdürmü? Bəli. Bunlar getdi. Oldu 12 üstə gəlsin 10 bərabərdir. X kvadrat üstə gəlsin 2x üstə gəlsin x üstə gəlsin 2 üstə gəlsin 10x çıxılsın 10.
10x-lar da getdi. Qaldı x kvadrat üstə gəlsin 3x. Bu 10'u o tərəfə keçirsə, çıxılsın 18 bərabər 0 olar. X-in mümkün qiymətdən hasilini tap -18. Yəni tənliyin köklərinin hasili soruşur da, -18. Qəşəng sualdır. Da belə. Bunu silək, buna ehtiyac yoxdur artıq. Sonra hipotenuzu 65 cm və katetlərindən biri olan düzbucaqlı üçgen digər katetini tapın. Pifaqor teoremi. Birbaşa. Hipotenuz 65, katetlərindən biri 33-dür, digəri x-dir. Biz belə bir şey alırıq. 33'ün kvadratı üstə gəlsin x kvadrat bərabər 65'in kvadratına. X kvadrat bərabər 65'in kvadratı çıx 33'ün kvadratı. X kvadrat bərabərdir. Bunu 65 çıx 33. 65 üstə gəl 33 yazsaq. Niyə belə yazdım? Çünki 65'in kvadratı da böyük bir ədəddir. 33'ün. Bu düstura gəlirsə niyə əziyyət vermək özümə? 65'ten 33 çıxana nə qalır? 32. 65'in üstüne 33 gələndə 8. 98. İndi 32'ni yazıram 16 vur 2. 98'i də yazıram 49 vur 2. 16'dan kök çıxır 4. 49'dan 7. Bundan 2, 4, 7, 28, 56. Hələ. E variantı. Tənlər sisteminin y-i tapın. Y-i tapmaq üçün birinci tənliyi -1'ə vursam, çıxa bilərəm alt-alta. Burası çıxma məsələsini bəzi şagirdlər başa düşmür. -1'ə vururam belə olur. -y, -3x çıx 4. Y 6x çıx 2. İndi toplayaq. Toplama ilə çıxma arasında böyük fərq yoxdur. Prosto toplamaq ifadəsində y-i verməz sənə. Bax, bu y-i verməz. Buradan da y-i vermir. X-in zərəli yoxdur. 0 bərabər fərqi yoxdur. Bunu x-i tapaq. Toplayanda -6 çıx 6. 3x bərabərdir 6x bərabər 2. X-i tapdıq. Gətirib yerinə qoyaq. Y bərabər 3 kere 2 6 üstü gəlsin 4. Y də bərabərdir 10. A variantı. Tənliyin köklərinin hasilini tapın. Mörtəzə xaricdən çıxardıram x-i. X üstə gəlsin 2. Böl 2. Vur. Vur deyil, çıxdı. X-i çıxardıram, x üstə gəlsin 4. Böl 4. Bərabər 9. Heç ehtiyac var idim ona. İhtiyaç var idi mi? 4'ə vursam bu başdan nə baş verər? Əslində ehtiyac yox deyə buna. Ortaq məxş gətirsəm də yəni eyni bir şey verəcək. Bunu da 4'ə vururam. Buranı 4'ə vururam. Çünki solu vurmuşsan sağı da vurmasın. 4'dən 2 gedəndə qalır 2 vurulsun x kvadrat üstə gəl 2x. 4'lər gedəndə qalır x kvadrat üstə gəlsin 4x. Bərabər 36. 2x kvadrat üstə gəlsin 4x. Çıx x kvadrat çıx 4x bərabər 36. 4x'lar getdi. Qalır x kvadrat bərabər 36. X də bərabər plus minus 6. Köklərinin hasilini tap. -36. Gəldik 47-ci suala. Bərabərsinin həlli olmayan ədədi tapın. 2x çıx 6 böyükdür 0. X böyükdür 3. 2x çıx 6 kiçikdir 0. X kiçikdir 3. Bərabərsinin həlli olmayan 3'ün özü. D variantı. Aha. Açıq suallarda A çoxluğunun elementlərinin 45%-i B çoxluğuna daxildir. B çoxluğunun elementlərinin 76%-i A çoxluğuna daxil deyil. A-da 80 element olarsa B-ni tapdır. A çoxluğunun elementlərinin 45%-i B çoxluğuna daxildir. 80'in 45%-ni tapaq. %80 vur 45 böl 100. Bunlar getsə, sonra qalar 8 vur 45 dənə 15 ixtisar getsə 9, 2, bu da getsə 4 kere 9 36.
Və B çoxluğunda 36 element var. B çoxluğunun elementlərinin 76%-i A çoxluğuna daxil deyil deyir. A çoxluğunun elementlərinin 45%-i B çoxluğuna daxildir. B çoxluğunun elementlərinin 76%-i A çoxluğuna daxil deyil. B-nin 76%-i, yəni 36 100-dür. 76%-i X. X-i tapsaq, indi hamısını X yazacaq etməyək. Lab Y yazaq. Y. 36 vur 76 böl 100. Yaxşı bir şey vermədi axı. Çünki B çoxluğunun elementlərinin 76% A çoxluğuna daxil deyil deyir. Buna başqa cür yanaşaq bir dənə. Başqa cür yanaşaq. Çünki bu vəziyyətdə mən B çoxluğunu durub 36 yazmaq uyğun gəlmir. Çünki elementlərin 45%-i B çoxluğuna daxildir. 36 dənəsi daxildir. A çoxluğunun elementləri 80-dən. Bu 80 yenə də 100%. Bunun 45%-i, yəni 45%-i B çoxluğuna daxildir deyir. B çoxluğunda bu qədər element yoxdur. Daxildir. Yəni belə danışaq da biz. Buradan yenə B-ni tapaq. Bir dəqiqə. 80 vur 45 böl 100. 5-ə ixtisar gedəndə bura qalır 9, bura qalır 2, 2 kərə 8, 4, 4 kərə 9, 36. B çoxluğuna belə deyək. Venn diaqramına çəkəcəm, indi gördünüz. Bu A olsun, bu B olsun. Deyir ki, daxildir. Daxildir deyirsə, deməli, bu 36 dənəsi ortaqdır. 36 dənəsi ortaqdır. Təkcə A-da 80 idisə, ümumi A-da 80 isə 80-dən 36 çıxanda 44 dənəsi təkcə A-dadır. İndi bizə burada deyir ki, B çoxluğunun elementlərinin 76% A çoxluğuna daxil deyil. 76% A çoxluğuna daxil deyilsə, deməli B-nin 76% 44. 76% 44. Bildin ya, A çoxluğuna daxil deyil deyir. Aha. Deməli, buradan biz belə də yaza bilərik, əlavə olaraq. Belə də yaza bilərik. Bax, məsələn, duraram mən bura. Bax, bura bir X çoxluğu yazaram. B çoxluğu mənə 36 üstəgəl X-i verir. Bu 100%'dir. 76% A çoxluğuna daxil deyil. A çoxluğuna daxil olmayan haradır? Bura. Yəni X. X B-nin 76%'ini təşkil edir. Deməli, buradan X-i tapmaq üçün 76-nı 36-ya vursaq, bir dəqiqə vuraq. 76 vur 36. 2700. Mən kalkulyatordan vurdum bunu. Çox vaxt getməsin deyə onu siz də özünüz vura bilərsiniz. 100x çarpaz vurduq da bu formada. 100x-dən 76x çıxanda 24x bərabər 2736. 2736-nı bölsək 24-ə 114. X olur 114. X 114. 114. Onda B'də neçə element var? 114 üstə yansın 36. 10 4 deməli 5 1 150. B'də 150 element var. Amma burada bir məsələ var. 150 element var B'də. İndi gəlin bunu başqa cür nətə yazmaq olar. Deməli 76%-i aid deyilsə, bunun yerdə qalan 24%-i aiddir də. Çoxuna daxil deyildir. Bunda 24% daxildir mi? Daxil olan haradır? 36. Yəni B'də 100-dürsə, onun 36 elementi bunun 24%-ini təşkil edir. Bunu tapsaq, 24B bərabər 3600. B bərabərdir. Deməli 3600-ü
bölək 24'e 150. Ha, bu birbaşa verir. Bu qəşəng. Bu daha qəşəng oldu. Belə. 49'da ABC'də D'yi AC'ye paralel. 6 hamısını verib. B'ye çıx YC 5. EC'ye bir x deyirəmsə BC olur 5 üstə gəlsin x. DBY'nin perimetrini soruşur. Buranın perimetrini istəyir bizdən. Oxşarlıq quraq. Oxşarlıq. Bura alfadırsa, bir dəqiqə. Bura alfadırsa, burada alfadır. Bura betadırsa, burada betadır. Buradan deməli 16'nın beta'nın qarşısındakı bu böyükdə bu betadan bu beta'nın qarşısındakı 16'nın 10'a nisbəti bərabərdir. Onun nisbəti bərabərdir. Alfanın qarşısındakı 5 üstə gəl 2x'in 5 üstə gəl x'a nisbəti. Düzdürmü? Bəli. İndi buradan bunu silək. 16'nın 10'a deməmişdik. 2 ixtisar aparaq 8'in 5'e qalsın. 5 kere 5 25 üstə gəlsin 12 çarpaz vururuq bax belə. 8 kere 5 40 üstə gəlsin 8x. 2x bərabərdir. Bir dəqiqə görək. 25 12 8x. Yox. Bir dəqiqə. Çətin bir şey deyil bu. Bu oxşarlıqdır. Diqqətli quraq bunu. BY bərabərdir YC 5. BY onda YC x olsa BY 5 üstə gəl x olmur. Olur. Bura bir fi olsa, bura beta olsa, burada betadır. Beta'nın qarşısındakı 10'un, ümumi beta'nın qarşısında 16'ya nisbəti DY'nin, bu tam ki x'in, x yazmayaq da x'imiz var, y'in 24'e nisbəti. 240 bərabər 16y, y bərabər 24 16 necə verdi? Bir dəfə. 80'də 5 dəfə. Y'yi tapdıq 15. 15. Bizdən onsuz da buranı soruşmur. Haran soruşur? DB yeni var. DB yeni. Bunu istəyir də bizdən. İndi burada əlavə olaraq 10'un yenə 16'ya nisbəti bərabərdir 5 plus x'in 5 plus 2x'a nisbəti. 50 üstə gəlsin 20x bərabərdir 80 üstə gəlsin 16x. 4x. 4x bərabərdir 30. X də bərabərdir 7,5. X də tapdıq 7,5. Bu tam ədəd vermədi. Aha, x'i 7,5 tapdıqsa biz BY'ni bilirik ki artıq 5 üstə gəlsin 7,5 12,5 eləyir. BY. DBY'ni istəmir. 10 üstə gəl 15 üstə gəl 12,5. Deməli 25 25 üstə gəl 12,5 37,5 eləyir cavab. Aha, cəmini tapın deyir. Bunda nə edə bilərik? Cəmini tapın. Bunu kvadrata yüksəltsəm, bayır ki, bunda kvadrata yüksəldirəm, bunda. Bu 4'dür də. X kvadrat üstə gəlsin 2xy üstə gəlsin y kvadrat bərabərdir 16. Düzdürmü? X kvadrat üstə gəl y kvadrat bərabərdir 16 çıx 2xy. Xy də 2'dir. 2'nin 2'ye oranında 4. 16'dan 4 çıxanda 12. X kvadrat üstə gəl y kvadrat tapdıq ki 12'dir. Bax x kvadrat üstə gəl y kvadrat 12'dir. Bunu təzədən kvadrata yüksəldirəm. Bunu təzədən kvadrata yüksəltsəm x üstü 4 üstə gəlinsin 2x kvadrat y kvadrat üstə gəl y üstü 4 bərabər 144.
X üstü 4 üstəgə y üstü 4 bərabər 144 çıxılsın, 2 vurulsun. Bunu kvadrata yüksəltsəm, x kvadrat y kvadrat bərabər 4 eləyər. 4. 144 çıx 8. 144-dən də 8-i çıxsaq, 144 çıx 8. 136. 136. Cavab eləyər 136. Belə uşaqlar. Nəhayətində bu suallar da bitdi belə. Qəşəng 8-ci sinif suallarına tam çərçivədə olan sınaq idi. Sağ olun, uğurlar sizə.